Salam değerli izləyicilər. Bugün sizinlə çayın yanına kekslərin ən dadlısını, bol kişmişli, çox ləzzətli paytaxt keksi hazırlayırıq. Qarışdırma qabına 180 qram otaq temperaturunda yumşalmış yağ və 200 ml stəkandan, amma stəkanı çox sıx, yəni yerə vura-vura doldurmamaq şərti ilə necə gəldi doldurursunuz. 1 stəkan 180 qram şəkər tozu tutur. Tam dolduranda yerə vura-vura 200 qram tutur. Şəkər tozunu da bura əlavə edib mikserlə çalırıq. Şəkərlə yağı ağarana dək çaldıktan sonra bura 1 çimdik duz və 1 bağlama şəkərli vanil də əlavə edirik. Ardınca 3 ədəd yumurtanı tək-tək bura əlavə edib çalmağa davam edirik. Yumurtaları qarışana dək çaldıktan sonra mikserlə işimiz bitir. Onu çıxarırıq. 200 ml stəkanla təxminən 2 stəkan, daha dəqiq 2 stəkandan 1 çay qaşığı əskik. Onun üzərinə bir bağlama qabartma tozu əlavə edib qatıb, onu da bura əlavə edib xəmiri hazırlayırıq. Yazın görək siz paytaxt keksini xoşlayırsınızmı? Özünüz hazırlayırsınız, yoxsa satışdan almağa üstünlük verirsiniz? Əgər vaxtı ilə satılan paytaxt keksinin dadını xatırlayanlar varsa, yazın görək indi satışda olanlar əvvəlkilərin dadını verirmi? Ardınca hazırladığımız xəmirə əvvəlcədən yuyub qurutduğumuz 180 qram kişmişi də əlavə edib yaxşı qatırıq ki, kişmiş xəmirin içərisində bərabər paylansın. Kişmişi unlamağa ehtiyac yoxdur. Xəmir bərk olduğuna görə özü xəmirin içərisində bərabər paylanır. Keksi uzunu 22, eni 11 cm-lik düzbucaqlı formalı qəlibdə bişirəcəyik. Bunun üçün əvvəlcə qəlibin dibini və kənarlarını kərə yağı ilə yağlayıb unlayırıq. Ardınca xəmiri qəlibə əlavə edib hər tərəfə bərabər paylayıb üzərini hamarlayırıq. Daha sonra keksi uzunluğa istiqamətdə 2 hissəyə böləcək şəkildə bir cizik atırıq ki, keks həmin hissədən partlasın. Keksi əvvəlcədən isidilmiş 170 dərəcəli sobada 1 saat 20 dəqiqə bişiririk. Amma nəzərə alın ki, sobalar gücünə görə müxtəlif olur. Siz də öz sobanızda adətən keksləri neçə dərəcədə bişirirsinizsə, bunu da həmin dərəcədə bişirin. Keksimiz sobadan çıxdı, hazırdır. Onu qəlibdən ayırıb soyuduruq. Daha sonra üzərinə şəkər kirşanı səpib, kəsib sürəyə veririk. İnanın ki, bu keks o qədər ləzzətlidir ki, çox da ətirlidir. İnsanın iştahını açır. Çayın yanına əladır. Həm tez, asan hazırlanır, həm də çox-çox ləzzətlidir. Uşaqlar da bunu bəyənəcəklər, özünüz də bəyənəcəksiniz. Hamı sizdən razı qalacaq. Bu reseptlə hazırlayın və sonra nəticəni bizimlə bölüşün. Amma videomu bəyənməyi də unutmayın. Şərhlərinizi gözləyəcəm. Sürələriniz bol ruzulu, bərəkətli olsun. Hələlik.